Hər vaxtınız xeyir olsun, Reala baxırsınız. Biz sizi Kəlbəcərdən salamlayırıq. Kəlbəcər üçün aprel artıq uğursuzluğun yox, uğurun ayıdır. Tarixin qara və qırmızı günləri geridə qaldı. İndi biz bugünü və gələcəyi yaşayırıq. Təbii ki, keçmişimizi də unutmuruq. Bugün daha 113 nəfər, 27 ailə Kəlbəcərə, öz doğma yurduna geri qayıtdı. Bu, əlbəttə ki, böyük bir bəxtəvərlik və xoşbəxtlikdir. 30 illik həsrətdən sonra yenidən bura qayıtmaq təbii ki, səadətin özüdür. O ki, qaldı burada baş verən prosesə bizə daha ətraflı məlumatı Kəlbəcərdə bərpa, tikinti və idarəetmə xidmətinin şöbə müdiri Nuranə Babayeva verəcək. Nuranə xanım, xoş gördük sizi. Nə xoş ki, biz bu günləri Kəlbəcərdəyik və sizinlə Kəlbəcərdə söhbət edirik. Daha 27 ailənin, yəni 113 nəfərin ürəyi yenidən Kəlbəcərdə döyünəcək. Xoş gördük sizi Kəlbəcərdə. Çox düzgün qeyd elədiniz. 30 ilə yaxın bir müddət biz 2 aprel tarixini böyük kədərlə işğal tarixi kimi daim yaddaşımızda saxlamışdıq. Amma bugün çox əminliklə deyə bilirik ki, 2 aprel bizim üçün qürur günüdür. Çünki daha 27 ailə öz elinə, obasına, Dədəbaba yurduna qayıtdı. Bildiyiniz kimi Kəlbəcər şəhərinin 1-ci yaşayış məhəlləsinin 1-ci mərhələsi üzrə burada yerləşən binalara köç kərvanı ilə gələn sakinlərimiz bu müasir şəhərsalma prinsipi əsasında ucaldılan binalarda mənzillərlə təmin olunublar. Mənzillərin hər biri kəsintisiz olaraq su, işıq, qaz, istilik sistemi, həmçinin yüksək sürətli internetlə təmin olunub. Binalar müasir liftlərlə təchiz olunub, həmçinin ətraf ərazilərdə onların gündəlik həyatlarını asanlaşdıracaq sosial xidmətlərin təşkil olunması üçün modul tipli obyektlər fəaliyyət göstərir. Modul tipli obyektlərdən danışmışkən həmçinin gündəlik ehtiyacları üçün yarana biləcək modul tipli mağaza, aptek, digər deyək ki, bu baytarlıq mərkəzi olsun, ət kəsim məntəqəsi olsun, bu cür gündəlik həyatda onlara lazım olacaq bütün bu tip yaşayış obyektləri də modul tipli formada vətəndaşlarımıza, sakinlərimizə xidmət edir. Belə. Nuranə xanım, heç bir bənzətmədən istifadə etməyərək rahat olaraq demək olar ki, xoşbəxtliyin açarı bugün bu evlərdədir, bura köçən sakinlərdədir və açarları siz təqdim elədiniz. Bəli, açarların təqdim olunması xoşbəxtliklə yanaşı sizin də bayaq qeyd etdiyiniz kimi dövlətimizin uğurlu şəkildə davam etdirdiyi böyük qayıdış prosesinin nəticəsidir ki, biz bugün çox əminliklə deyə bilərik ki, istər tunel qətliamında, istər Ağdaban faciəsində, istər Başlıbel faciəsində həyatını itirən soydaşlarımızın ruhu təsəlli tapıb, onların xatirəsi yaddaşlarımızdan silinməyib. Çox sağ olun, təşəkkür edirəm sizə ətraflı məlumat üçün. Qeyd edək ki, bizim həmsöhbətimiz Kəlbəcərdə tikinti, bərpa və idarəetmə xidmətinin şöbə müdiri Nuranə Babayeva idi. Bir daha bildirək ki, bugün Kəlbəcərdə xoş günlər, xoş xatirələr yaşanır. 27 ailə, 113 nəfər yenidən öz doğma yurduna, elinə, obasına qayıdır. Bizdən bu qədər. Siz Realı izləməkdə davam edin.